90-cı illərdə ayrılmış torpaq sahəsi ilə əlaqədar sənədiniz var, lakin həmin sənəd üzrə siz torpaq sahənizə çıxarış, yəni qutucu ala bilmirsiniz. Bu, hansı səbəbdən baş verir və hansı qaydada torpaq sahənizə çıxarış ala bilərsiniz? İlkin növbədə göstərdiyimiz sənəd üzrə, yəni 90-cı illərdə ayrılmış torpaq sahələri üzrə əsas problemli məsələ torpaq sahəsinin yerləşmə sxeminin olmaması və arxiv baza məlumatlarının olmamasıdır. Belə olan halda aidiyyatı üzrə dövlət qurumlarına müraciət ərizələri ünvanlanmalı, imtina alınmalı və məsələ məhkəmənin müsbət qərarı əsasında həll olunmalıdır. Yerləşmə çizgisinin alındıqdan sonra, yəni yerləşmə sxemi əldə olunduqdan sonra asanlıqla torpaq sahənizə çıxarış, yəni qutucu ala bilərsiniz. Əgər sizin də bu tipli işlərdə probleminiz varsa, 90-cı illərdə verilmiş torpaq sahələri, istərsə də bələdiyyə və icra hakimiyyətləri tərəfindən ayrılmış sahələrə çıxarışın, yəni qutucunun alınmasından ötürü səhifədə qeyd olunan nömrələr vasitəsilə Hüquqi Departamenti Hüquq və Konstitusiya şirkətinə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırım ki, görüləcək işlərə rəsmi müqavilə əsasında zəmanət verilir.